Müşah bəy, bax, mən həyatımda bir dəfə, iki dəfə olub ki, anlarda çox fenomenal yaddaşı olan insanlarla rastlaşmışam. Halbuki müəyyən bir müddət məndə də elə bir situasiya idi, amma mən gördüm, yox, mən yəni yaxın durmuram da, yəni orada. Yəni o liqada deyiləm. Belə bir hekayəni danışım sizə. Biz dostumuzun belə deyim, şirkətində əyləşmişik, mağazin tipli şirkət idi, əyləşmişdik. Hafiz bəyin ofisində idi. Birdən bir insan daxil oldu, şəxs daxil oldu. Daxil olan kimi belə baxdı mənə, dedi ki, salam Fuad, necəsən? Mən də baxdım, dedim, ola bilər, insanla hardasa görüşmüşük, şey eləmişik, mən tanımıram da ümumiyyətlə. Fuad, necəsən, belə, ora-bura, necədir işlərin? Dedim, sağ ol, çox sağ ol. Dedim, amma tanıya bilmədim səni. Deyir, necə məni tanımadım mən? Mən bilmirsən kiməm? Dedim, yox, bilmirəm. Deyir, yadına gəlmirsən də 2-ci sinifdə səndən bir yerdə oxumuşuq. Mən də 2-ci sinifdə ümumiyyətlə burada deyildim. Mən Bakıda oxumamışam. 3-cü sinifdən gəlmişəm bura. Mən 2-ci sinifi Gəncədə oxumuşam. Yanında sən falan məktəbdə oxuyurdun. Falan nömrəli sinifdə oxuyurdun belə. Mənim sinif yadımda da öyle ya. Falan yadındadır, yanında falan kəs otururdu. Dedim, qardaş sən kimsən? Mən tuta bilmirəm də. Deyir, yox, deyir, bir hamısını deyir. Axırda bir mənim yaxın dostumuz vardı. Qayıt deyir ki, qardaş sən elə danışsan ki, elə bir dünən olubdu. Bu adam yediyini yadında saxlaya bilmir. O da qala. Onun mənə deyəndə mən bunun şeyi olanda öz situasiyamı yadıma saldım. Deməli məndən bir dənə sual soruşdu həm də. Qayıtdı ki, sən instituta girə bildinmi? Dedim, niyə onu soruşdun elə? Deyir ki, sən belə düzənməli oxumurdun. Zorla səni verirdilər ki, keçsinlər səni. Həqiqətən də elə idi. Yəni 3-cü sinifdə daxil olmaqla məndə vəziyyət o idi. Mən çox bərbad vəziyyətdə idi. Yəni mən heç nə mənə deyəndə ki, nəyisə oxu, mən başa düşmədim ki, mən niyə oxumalıyam bunu? Amma bir dənə situasiya dəyişdi. Bax, onu mən tuta bilmirəm, o nə dəyişdi də məndə ki, mən 5-ci sinifə girəndə, keçən kimi, mən başladım, yəni qiymətlər hamısı başladı 5 olmağa, başladım 50 oxumağa. Deyim ki, orada müəllim dəyişdi, nəsə başqa bir şey oldu. Yox, eyni müəllimlər idi. Yəni, bu necə mənə təsir elədi? Bilirsiniz, belə bu sualın müxtəlif cavabları var və müxtəlif ehtimallar var. Biz burada müxtəlif ehtimalları mən sizə deyə bilərəm ki, nə baş vermiş ola bilər. Eriksonun gözəl bir sözü var. Deyir ki, insana həyatda mane olan şeylər bilmədiyi şeylər deyil, bildiyi şeylərdir. Biz həyat boyunca müxtəlif bizi məhdudlaşdıran inanclar öyrənirik və bunlar yaşam boyunca bizə əngəl olur, bizim qabağımızı kəsir. Bu yaddaş texnikalarını biz öyrədirik, amma bunlar tək başına kifayət deyil. Bir insanın əgər şuuraltı zehnində öyrənməyə qarşı istəksizlik varsa, stres varsa, o öyrənməyəcək. Məsələn, mən 2014-cü ildən bəri yaddaş texnikalarını və sürətli oxunu bilən biriyim. Çoxlu kitab oxumuşam, amma bir dənə kitab var idi ki, mən o kitabla 2015-ci ildə tanış olmuşdum. Artıq bilirdim bu texnikaları. Mən o kitabı 2023-cü ildə oxuyub bitirdim. 8 il. Arada fərq var. Texnikanı da bilirəm. Dünyanın ən yaxşı texnikalar məndə var. Yəni normalda onu mən 1 saatın içində oxuyub bitirib yadda saxlaya bilərəm. Amma oxumurdum. Çünki o kitab məndə müəyyən keçmişimdəki stresləri tətikləyirdi. Nəticədə o kitabı mən görən kimi heç fərqində olmadan şuuraltı zehnim mənə bir stres verirdi ki, bu stresdən özümü qorumaq üçün ya o kitabdan qaçım, ya özümü narahat hiss edim, ya da ki, heç bir şey eləməyim. Yaddaşımı kilitləsin ki, heç bir şey mənim yadımda qalmasın. Özünü qoruma üsullarıdır. Bu da bir nüansdır, bu da bir stres faktorudur. Məsələn, mən onun fərqinə varıb onu dəyişdiyim zaman mən o kitabı bir gün oxuyub bitirdim. 8 il ertələdiyim kitabı bir neçə saatın içində, bir günün içində tamamilə oxudum. Hələ də indiyə kimi mənim yadımdadır. Belə bir faktor olmuş ola bilər sizdə. Bir digər nüans isə odur ki, insan məcbur qalanda və ehtiyacı olanda həqiqətən dəyişə bilir. İnsanın həyatda dəyişdirən 2 əsas amil var. Biri məcburiyyətdir, biri də
şiddətli bir istəkdir. Bir insan bir şeyi ya çox istəməlidir, yəni ehtiyacı olmalıdır, ya da ki məcbur qalmalıdır. Mən məcbur qalmadıqca və ehtiyacı olmadıqca dəyişən bir insan açığı görməmişəm. Hələ bizim cəmiyyətimizdə bu daha çox yayılır. Biz ən son, ən kritik vaxtda ya özümüzü çatdırırıq, ya həkimə, ya nə bilim, Elə də. hansısa bir lazım olan yerə saxlayırıq, ən son anda müraciət edirik. Ona görə də məcburiyyət və ehtiyac insanı hərəkətə gətirən əsas amillərdir. Ola bilər ki, sizin həmin anda ona ehtiyacınız olub. Bu səbəbdən də zehin bütün məhdudlaşdırıcı inanclarını qoyub bir kənara və onu eləyib. Ola bilər ki, sizin öyrənmə ilə bağlı negativ inanclarınız olub və yaşadığınız bir həyat təcrübəsi nəticəsində bir anda həmin o inanc dəyişilib. Və nəticədə artıq sizin önünüzü kəsən bir əngəl olmadığına görə siz o yolu rahatlıqla getmisiniz. Belə müxtəlif ehtimallar var. Hər biri ola bilər, hamısı ola bilər, heç biri də olmaya bilər.